Ermənistan tərəfi hər yerdə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, addımları sülhdən heç xəbər vermir. Sülh kəsişməsi ideyası da elə bunlardan biridir. Atalar demişkən, qız evində toydur, oğlan evinin xəbəri yox. Kommunikasiyaların açılması məsələsini üzərinə öhdəlik kimi götürmüş Ermənistan bunu bizimlə müzakirə etməkdənsə üst tutub Avropaya. Ermənistan hökuməti sülh kəsişməsi ideyasının reallaşması üçün dəridən qabıqdan çıxır. ATƏT-in Skopyada keçirilən konfransı zamanı Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan xarici diplomatlarla görüşlərdə layihənin təfərrüatlarından bəhs edir. Sülh kəsişməsi məfhumunu ilk dəfə Nikol Paşinyan bu ilin oktyabrında siyasi ritorikaya gətirib. Layihəyə əsasən Ermənistan hökuməti Azərbaycan və Türkiyə ilə sərhədlərdə ümumilikdə 7 nəzarət buraxılış məntəqəsi qurmalıdır. İdeyanın yeni olmadığını Paşinyan hakimiyyəti də dərk edir. Üstəlik Paşinyanın komandası layihəni gündəmdə saxlamaqla Qərb qarşısında özünün sülhpərvər imicini formalaşdırmağa çalışır. Sülh kəsişməsi layihəsi həm də Avropalılardan pul qazanmağa hesablanıb. Paşinyan hesablayıb ki, bu 500 milyon dollardır. Bu danışıqlar Avropalılarla aparılır. Amma qonşularla öz-özlüyündə gərəkli olan nəqliyyat dəhlizləri müzakirə olunmur. Ona görə də bu layihə təktərəflidir və Azərbaycanla Türkiyənin maraqlarına cavab vermir. Hətta lazım olan vəsaiti Avropa köçürsə də nəqliyyat dəhlizləri reallaşmayacaq. Bu da öz növbəsində nəticəsiz variantdır. Hələ 3 il öncə Ermənistan kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürüb. İndi isə ideyanın yenilik kimi təqdim edilməsi əslində İrəvanın fərqli planlar həyata keçirmək istədiyindən xəbər verir. Ermənistan hal-hazırda Zəngəzur dəhlizini ilk növbədə açaraq bunun digər şaxələndirilmiş qolları haqqında düşünməlidir. Lakin hələ də düşünmür və biz bilirik ki, regional müstəvidə də bir sıra çağırışlarla üzdədir. Bütün bunları həll etmək yerinə yeni bir layihə həyata keçirmək üçün istəkli olmaq, həm də fikirləri yayındırmaq və danışıqlarda güya ki, Azərbaycanın özünü qeyri-adekvat aparması ilə bağlı fikirlər irəli sürməkdən ortaya atmadan ibarətdir. Siyasi müşahidəçilər hesab edir ki, İrəvan sülh kəsişməsi adı altında Qərb ölkələrinin nümayəndələrini sərhədboyu ərazilərə toplamaqda maraqlıdır. Bu, eyni zamanda Rusiyanın regiondan çıxarılması planının tərkib hissəsidir. Siyasi gündəmə yeni ideyalar gətirmək isə sülh sazişini təxirə salmaqla yanaşı Ermənistanın regiona inteqrasiyasını çətinləşdirir.